Bugün Gəncə Musiqi və İncəsənət Məktəbləri şagirdlərinin ikinci şəhər müsabiqəsinin ikinci turu başladı. Xalq çalğı alətlərindən ibarət birinci hissə 2 növbədən ibarət idi. Birinci növbədə 13 tar, 5 kamança, ikinci növbədə isə 13 qarmon, 2 kanon və 4 saz ifaçısı dinlənildi. Biz hələ keçən turdan, yəni birinci turdan şəhərdə musiqi məktəblərinin şagirdləri arasında layiqli şagirdlərin olduğunu özümüz üçün yəqin elədik. Və bu günləri də onların içindən seçilmiş şagirdlər, daha parlaqları, daha yaxşı ifaçılıq qabiliyyəti olanlar bu günləri ikinci turda iştirak edirlər və biz onların ifasından razıyıq. Nominasiyalar hamısı yekunlaşandan sonra təltif olunan şagirdlər çox güman ki, yekun konserti ilə öz fəaliyyətlərini dinləyicilərə çatdıracaqlar. Xalq çalğı alətləri bu müsabiqədə ən geniş təmsil olunmuş ifaçılıq növüdür. Müsabiqənin yekun mərhələsi 3 gün davam edəcək. Nəticələr haqqında növbəti buraxılışlarımızda ətraflı məlumat veriləcək. Xalidə Babayeva, Milyuni Seyidzadə, Xəbər Plus.